Axşamınız xeyir olsun, hörmətli izləyicilər. Excel dərs bir mövzumuzun davam edəcək bugün sizinlə. Keçən dəfə biz sizə xanalardakı yazıları necə bütün xanalara doldurmaq, onları silməyi öyrəndik. Bugün isə xanalardakı yazılara rəngləmək, xanalardakı yazının dizaynını dəyişmək, ölçüsünü dəyişmək, onlarla bağlı məlumatlar verəcək. Biz yenə ilkin olaraq xanamıza bir Excel sözü yazırıq. Keçən dəfə öyrəndiyimiz kimi burada sağ tərəfdən tıklayıb istədiyimiz qədər aşağı və istədiyimiz qədər sağ tərəfə uzadaraq xanaları doldura bilərik. Burada gördüyünüz hissədə xananın yazı formalarını dəyişmək olar. Hal-hazırda məsələn kalibridir. İstədiyimiz formaya dəyişə bilərik. Buradan kalibridə məsələn istəyiriksə Aharoni olsun, Agency olsun, Algerian olsun, Arial olsun. Buradan dəyişə bilərik. Xanalarımıza sərhəd qoymağı biz keçən dəfə buradan göstərmişdik, sizə tanış olmuşdunuz. Xanalardakı yazıların ölçüsünü dəyişmək istəyiriksə, burada şrift bölməsindən istədiyimiz ölçüdə dəyişə bilərik. Hər xanalardakı yazılan yazıların rəngini dəyişmək istəyiriksə, rəngini gördüyümüz hissədən istədiyimiz rəng qoya bilərik. Burada gördüyünüz hissədən xanadakı sözləri qalınlaşdıra bilərik. Yaxud buradan əyri formada yaza bilərik. Buradan altından xətt çəkə bilərik. Və burada sağ tərəfdə qoyulan işarədən görünürsə, burada birinci bir xətt deməkdir. İkinci двойной, yəni double. İki xətt deməkdir. Buradan da vuraraq xananın altından iki xətt çəkə bilərik. Daha sonra isə biz sizə nəyi göstərək? Xanadakı yazıları dəyişməyə biz sizə demişdik ki, həm xananın daxilində, həm də formula bar hissəsindən dəyişə bilərik və xanalardakı yazıların mərkəzdə çəkməyi, sağa, sola yerləşdirmək üçün gördüyünüz hissədən buradan istədiyimiz yerdə yerləşdirə bilərik. Bu hissələrdən də sağa çəkə bilərik, sola çəkə bilərik, mərkəzə yerləşdirə bilərik. Və xananı ümumiyyətlə, xananı istəyiriksə bu xananı götürüb cədvəlin digər hissəsində köçürtmək. Bu xananı seçdiyimiz xananı Ctrl-C seçib, gəlib istədiyimiz yerdə Ctrl-V etməklə xananı köçürdə bilərik. Növbəti dərslərimizdə xanadakı əlavə köçürülməli olan hissələrdə biz sizə izah eləyəcəyik. Bu günlük bu qədər. Növbəti dərslərimiz, növbəti izahlarımızın davamlı olmağını istəyirsə, kanala abunə olub, paylaşıb, bəyənməyi unutmayın. Sağ olun.